Salam əziz şagirdlər. 6-cı sinif ingilis dil dərsinindən səhifə 74-ün izahını verəcəm. Language in context, kontekstdə dil. Birinci tapşırıq. Look at the example sentences below, then complete the table with the correct form of the verb. Past continuous, keçmiş davam edici zaman forması. Keçmiş davam edici zaman forması past continuous'ı düzəltmək üçün to be fiilinin keçmiş zaman forması was, were və əsas fiilin sonuna ing şəkilçisi artırmaqla düzəldilir. I, mən, yəni I-da was using, you-da were using, he, she, it-də was using, we were using, you were using, they were using. Təsdiq cümləsi affirmativdə tapşırıq üzrə baxaq. I was using clinking sounds. Mən səslər əsası clinking. I was clicking. Affirmative, təsdiq. I was using clicking sounds. Mən clicking səsindən istifadə edirdim. You were using your ears to see. Sən qulaqlarından görmək üçün istifadə edirdin. He, she, it was becoming famous. O məşhur olurdu. We were traveling to a new country. Biz yeni ölkəyə səyahət edirdik. You were riding our bikes to school. Sən bizim velosipetimizdən məktəbə getmək üçün istifadə edirdin. They were learning about echolocations. Onlar ekolokasiya haqqında öyrənirdi. Negativ inkar. I wasn't looking at the objects. Mən obyektlərə baxmırdım. You were not talking about bats. Sən yarasalar haqqında danışmırdın. He, she, it was not becoming famous. O məşhur olmurdu. We were not traveling to a new country. Biz yeni ölkəyə səyahət etmirdik. You were not riding the bus to school. Sən məktəbə velosiped sürərək getmirdin. They weren't learning a science lesson. Onlar elm dərslərini öyrənmirdi. İkinci tapşırıq. Look at the image. What were the people doing last Saturday? Make sentences using past continuous form of the verb below. Şəkilə baxaraq biz insanların şənbə günü nə etdiklərini görürük və biz bu sözlərdən istifadə edərək cümlələri tamamlayıb həmin keçmiş davam edici zaman formasında yazacağıq cümlələri. Birinci. Andrei was listening to music. Andrei musiqiyə qulaq asırdı. İkinci. Bess and James were riding bikes. Bess və James velosipedlərini sürürdü. Philip was getting bus. Philip avtobusa minirdi. Laura was using phone. Laura telefondan istifadə edirdi. Ryan was reading books. Ryan kitab oxuyurdu. Nicole was eating hamburgers. Nicole hamburger yeyirdi. Üçüncü tapşırıq. Complete the sentences with the past continuous negative form of the verb. Cümlələri keçmiş davam edici zaman formasının inkar formasında düzəldəcəyik. Üçüncü tapşırıq. Complete the sentences with the past continuous negative form of the verb. Biz deməli bu cümlələri keçmiş davam edici zamanın inkar formasında düzəldəcəyik. Birinci. You were not wearing blue trousers yesterday. Sən dünənlərim mavi şalvar geyinmirdin. İkinci. The teachers were not talking to the students. Müəllim şagirdlərlə danışmırdı. Üçüncü. The dolphin wasn't singing. Delfin oxumurdu. Dördüncü. Abigail wasn't reading about bats. Abigail yarasalar haqqında oxumurdu. Use it. Meditation.
Complete the sentences with the past continuous so they are true for you. Then tell your partner. Cümlələri biz deməli keçmiş davam edici formada yazacaq. Partnerlarımızla danışacaq. Birinci, I was reading at 6 a.m. yesterday. Mən dünənlərim saat 6-da oxuyurdum, kitab oxuyurdum. I was playing at 4 p.m. last Saturday. Mən keçən şənbə günü saat 4-də oynayırdım. This time a week ago. Bir həftə əvvəl I was riding my bike. Mən velosipedimi sürürdüm. Səhifə 75-in izahı. Listening and vocabulary. Dinləmə və lüğət. Birinci tapşırıq. Match emojis 1-8 with the words below. Then listen, check and repeat. How is the superhero avatar feeling? Cross, acıklı. Sad, qəmgin. Bored, narahat. Surprised, təəccüblü. Excited, həyəcan verici. Tired, yorğun. Happy, xoşbəxt. Worried, narahat. Your superhero avatar feeling. Hisslər. Şəkildən göründüyü kimi birinci xoşbəxt, ikinci sad, üçüncü acıqlıdır, cross, dördüncü excited, beşinci tired, altıncı worried, yedinci surprised, 8. bored. İkinci tapşırıq. Listen to the interview with Ben and choose the correct option. Biz dinləməyə qulaq asacaq, Benlə olan müsahibəyə qulaq asacaq və burada düzgün fikri müəyyən edəcək. Öncə dinləməyə qulaq asaq. Hi, welcome to the Everyday Heroes Show. Today, we're talking to Ben Carter. Hi, Ben. Can you tell us about the day when you were a hero? It was a Monday morning, right? Were you walking to school? Yes, I was. I was on my way to school and I was a bit tired. Then I saw a man in the middle of the road. He was lying down. What was he doing? He wasn't moving. How awful! And what did you do? I was worried. I shouted, "Is there a doctor around?" and rang for an ambulance. And then? A woman came to help. She was a nurse. The ambulance arrived quickly. He's okay now. Oh, In the interview, Ben tells a story about a day when, deməli, müsahibədə Ben belə bir hekayə danışır. He met a superhero. O qəhrəmanla görüşdü. He did something amazing. O nəsə heyrətamiz bir iş gördü. He traveled in an ambulance. O təcili yardımda səyahət etdi. Əlbəttə ki, he did something amazing'dir burada doğru cavab. Üçüncü tapşırıq. Which three words did you hear in the interview? Listen and write in your notebook. Hansı üç sözü sən müsahibədə eşitdin? Onları dəftərinizə yaz. Sad, tired, bored, surprised, worried, cross. Əlbəttə ki, biz orada bored, worried və cross sözlərini eşitdik. Dördüncü tapşırıq. Listen again. Number the events in order from 2 to 7. Deməli, biz yenidən qulaq asacaq dinləmə və A, B, C, D, E, F, G hərflərini 1-dən 7-yə qədər sıralayacaq. Ben was walking to school. Ben məktəbə gedirdi. Əlbəttə ki, birinci idi. İkinci, he saw a man in the middle of the road. O yolun ortasında bir kişini gördü. Üçüncü, he shouted for help. O kömək üçün qışqırdı. Dördüncü, he rang for an ambulance. O təcili yardıma zəng etdi.
5. A woman helped. Qadın kömək etdi. 6. He got to school. O məktəbə getdi. 7. He was late. O gecikdi. 5. tapşırıq. Complete the sentences with the word below. Biz burada göstərilən sözləri 1-dən 6-ya qədər cümlələrdə boş yerlərə yerləşdirəcəyik. Amazing, heyrətamiz, cross, acıqlı, boring, darıxdırıcı, happy, xoşbəxt, tired, yorğun, worried, narahat. 1. Ben teachers was cross because Ben was late to school. Benim müəllimi çox acıqlı idi çünki Ben məktəbə gecikmişdi. 2. Ben was tired because it was a Monday morning. Ben yorğun idi çünki bazar ertəsi səhər idi. Ben was worried because the man wasn't moving. Ben narahat oldu çünki kişi tərpənə bilmirdi. The interview was happy to know that the man was okay. Müsahibə götürən çox xoşbəxt oldu çünki kişi üçün yəni hər şey əla baş verdi. 5. The Tinker's actions were amazing because he saved a man's life. Deməli, yeniyetmənin hərəkəti çox heyrətamiz idi çünki o bir kişinin həyatını xilas etmişdi. 6. At the end of the day, Ben thought it wasn't a boring Monday. Günün sonunda Ben düşündü. Bu bazar ertəsi darıxdırıcı olmadı. Language in context, səhifə 76. 1. tapşırıq. Complete the questions and the answers from the interview in the table. Past continuous, keçmiş davam edici zaman, questions, suallar və answers, cavablar. Yes, no questions, bəli, yox sualları, yəni ümumi suallar. Short answers, qısa cavablar, bəli və ya xeyr. Was I saving a man's life? Mən kişinin həyatını xilas edə bilirdim. Yes, I was. Bəli. No, I wasn't. Xeyr. Were you walking to school? Sən məktəbə gedə bilirdin. Yes, you were. Bəli. No, you were not. Xeyr. Was he she lying down in that road? Was it raining at 8 a.m. yesterday? Dünən saat 8-də yağış yağırdı. Yes, it was. No, it wasn't. Were we listening to the right program? Biz doğru proqrama baxırdıq, qulaq asırdıq. Biz doğru proqrama, doğru verişə qulaq asırdıq. Yes, we were. Bəli. No, we weren't. Yox. Were they talking to a 13 years old? Yes, they were. No, they were not. WH questions. Xüsusi sual cümlələri. What was he doing? O nə edirdi? He wasn't moving. O hərəkət edə bilmirdi. How was Bruno feeling? Bruno nə hiss edirdi? He was so worried. O çox narahat idi. Where were Bruno and the woman helping the man? Bruno və qadın kişiyə harada kömək edirdi? In the middle of the road. Yolun ortasında. Complete the mini dialogues. Use the correct affirmative or negative form of was were. Kısa diyalogu tamamla. Was were'nin təsdiq və inkarından istifadə et. Were you talking to your teachers yesterday afternoon? Sən müəllimlərinlə danışırdın. Bəli. Yes, I was. Was the man moving? Kişi hərəkət edirdi. No, he wasn't. Xeyr. Were you and Hüseyin helping Sevil last night? Sən və Hüseyin Sevilə keçən gecə kömək edirdin. Yes, we were. Bəli. Were Kamran and the woman laughing? Kamran və qadın gülürdü. No, they were not. Xeyr. 3. tapşırıq. Put the words in the correct order to make questions. The match questions from 1 to 4 with answer AD. Deməli biz yerləri dəyişik verilmiş həmin bu sözləri düzgün yerində işlədərək sual cümləsi yaradacaq və 1-dən 4-ə qədər həmin bu suallara ABCD ilə cavab verəcəyik. Why was the athletes laughing in the interview?
Because the report was very funny. İkinci. Where were they going? Onlar hara gedirdi? To the stadium. Stadyona. Üçüncü. What was the man saying? Kişi nə deyirdi? That he was very worried. O çox narahat idi. Who was helping the children? Uşaqlara kim kömək edirdi? Their teachers. Onların müəllimləri. Use it. Meditation. Work in pairs. Think about what you were doing at the time yesterday. 8 a.m., 1 p.m., 9 p.m. Take turns to the actions and ask and the answer. Change the words in blue. Cüdük halında işləyəcək. Saat 8-də, 1-də, 9-da nə etdiyimizi qeyd edəcək. At 9 p.m. were you doing your homework? Saat 9-da sən ev tapşırığını edirdin. No, I wasn't. Xeyr. Were you playing the piano? Sən piano çala bilirdin. Yes, I was. Bəli. Əziz şagirdlər, ümid edirəm ki, izahım ürəyinizcə oldu. Növbəti dərslərdə, növbəti izahlarda görüşmək ümidi ilə. Bye bye.